Əziz şagirdlər, bugün sizinlə 11-ci sinif üçün yeni test toplusunda düşən mətnlərin ilki ilə tanış olasıyıq. Mətn testləri uşaqlar üçün vacib bir məqamdır və mətn testlərini işləyən zaman sizə ilk növbədə tövsiyəm odur ki, mətni oxumazdan əvvəlcə bir suallarla tanış olun. Yəni, bu suallarla tanış olsanız, sizdə mətndə haqqında müəyyən təsəvvür yaranacaq. Sonra mətni oxuyan kimi onu işləməyə çalışmayın. Yəni, mətni oxuyanda birbaşa tələsərək əvvəldən axıra kimi yekunlaşdırıb qoymayın. Yəni, elə olur ki, elə uşaqlar olur ki, onlarda oxuyub anlama biraz gec başa gəlir. Yəni, mətnin əvvəlini oxuyur, tez-tez gedir, axırına çatanda artıq əvvəli yadından çıxır. Mətn testlərini oxuyanda çalışın mətni hissələrə bölərək, hələ elə abzaslara bölərək, hər abzası dərk edərək, bu abzasda mənə nə deyir, buradan mənə nə sual çıxa bilər, bu kimi məqamlara toxunaraq, təhlil edərək oxusanız, daha yaxşı işləyə bilərsiniz bu testləri. Yəni, mətni işləyən zaman siz fikir verin, orada bəzən şriflə yazılan cümlələr olacaq, qara hərflərlə yazılan cümlələr var, müxtəlif işarəli cümlələr var, altından xətt çəkilən sözlər var. Yəni, bunları oxuyanda bunları bir daha qayıdın, oxuyun ki, buradan sizə nəsə bir sual çıxa bilər. İndi gəlin, ilk mətnimizlə tanış olaq. Söğüt kölgəsi. Bostançı Salman kişi bir gün bostanına qırağına dayanıb nəsə düşünürdü. Günorta yerinə qalxmış, günəş düz başına döyür, tunç kimi qırmızı alnı işıldayırdı. Xəyalına nə gəldisə, dönüb yerə baxdı, çarıqlı ayağı ilə pəş torpağı eşələdi. İndi siz burada birinci abzasda nəyi başa düşdünüz? Birinci bunu təhlil edin. Deməli, burada bir bostançı Salman kişidən söhbət gedirdi və siz burada ilk abzasda günorta yerinə qalxmış, günəş düz başına döyür, tunç kimi qırmızı alnı işıldayırdı. Burada söhbət havanın istiliyindən gedir. Burada bir kəlmə bizə hava istidir deyəsi yerinə deyir ki, günorta yerinə qalxmış günəş düz başına döyür, tunç kimi qırmızı alnı işıldayırdı. Burada fikir verdinizsə, bir məcazilik var. Tunç kimi qırmızı alnı işıldayırdı, alnını tunca bənzədir. Sonra günəşin başına döyməsindən söhbət gedir. Burada bir məcazilik var. Bu o deməkdir ki, deməli bu mətndə bədii üslubun əlamətləri var. Gördünüz, birinci abzasdan mən özümə nə qədər bir məlumat çıxartdım. İndi keçirəm ikinci abzasa. Daşlıca kəndində 5 vers kənarda bağ-bağat yollarının ayrıcında bir yer idi. Burada Saz bulağı deyilən balaca bir bulaq da vardı. Deməli, kəndimizin adı nə oldu? Daşlıca. Hansı bulaqdan söhbət getdi? Saz bulağından. Yolçular yay günlərində bulaqdan su içməmiş ötməzdilər. Ancaq günün istisindən yayınmağa daş kölgəsi də yoxdur. Artıq fikir verdiniz, yolçular yay günlərində bulaqdan su içməmiş ötməzdilər. Bu cümlə həm şriflə verilib, həm də qarşısında işarə qoyulub. Bu cümləni mən qayıtdım, bir toxudum. Çünki buradan mənə sual çıxacaq. Sonra fikir verin, ancaq günün istisindən yayınmağa daş kölgəsi də yoxdur. Yayınmaq sözünün altından xətt çəkibsə, deməli mən burada bir dəfə də qayıtdım bu cümləni oxudum ki, buradan da mənə sual çıxa bilər. Yəni, nə demək istəyir? Günün istisindən gizlənmək üçün, günün istisindən uzaqlaşmaq üçün bunlar kölgə axtarırdı, amma bir dənə də ağac yox idi. Salman kişi yol ağzında bir söyüd ağacı əkdi. Deməli, Salman kişi duranca yerdə söyüd ağacını əkmədi. Sadəcə fikir verdi ki, burada yayın istisində gəlib bulaqdan su içsələrdə insanların sərinləməsi üçün bir dənə ağac belə yoxdur. Bu Salman kişinin ağac əkməsinə səbəb nə idi? Bu idi. Buradan bizə bir sual çıxa bilər. 5 il ondan müğayət olub böyütdü. Ağac öz kölgəsi ilə çölün havasını sərinlədir, gəlib gedəni salamlayırdı. Salman kişi bunu görəndə köksü böyür, könlü açılırdı. Artıq bu cümləni bir də oxuyuram, çünki qara hərflərlə verilib. Salman kişi bunu görəndə köksü böyür, könlü açılırdı. Yəni ki, bu elədiyi işi, gəlib gedənlərin onun əkdiyi ağacın altında sərinlədiyini görəndə gördüyü işdən bir həzz alırdı.
Gərək deyirdi, yoxlayam görəm, bu ağacın qədrini bilən varmı? Gəlib gedən nə deyir? Bir gün 2 atlı gəlib söyüdün altına düşdü. Salman kişi yanaşıb atlılara qulaq verdi. Atlılar ağır-ağır gəlib kölgəlikdə dirsəkləndilər. Onlar nəyin barəsindəsə deyişirdilər. Bir mətləb anlamayan bostancı dayəsinə qayıtdı. Deməli, bu abzası da özüm üçün təhlil edirəm ki, ilk gələnlər kim idi? 2 atlı. Salman kişi istəyir ki, gəlsin, qulaq versin onların söhbətinə görək. Onun bu əkdiyi ağacın kölgəsində bunlar dincələndə buna bir təşəkkür, bir razılıq əlaməti eşidirmi? Görür ki, heç bir şey danışmırlar, çıxır gedir öz dayəsinə. Deməli, Salman kişinin birinci gün gözlədiyi heç bir şey baş vermir. İkinci gün Salman kişi kölgəkdə uzanan bir şəhərlini dinləyirdi. Şəhərli yorğun uzanmışdı. Bir xeyli dayanandan sonra öz-özünə gileyləndi. Deyirəm, zəhmət keçib ağac əkirsən, heç olmasa meyvə ağacı əksənə. Deməli, ikinci gün gələn kim idi? Şəhərli. Deməli, bu şəhərlinin sözünə qulaq asanda, şəhərli başlayıb bir sağ ol demək yerinə hələ bir minnət qoyur ki, meyvə ağacı olsun. Şəhərlinin sözü Salman əmini bərk tutdu, qayıdıb dəyəsinə gəldi. Deməli, şəhərlidən də istədiyi cavabı alan bilmədi. Birinci gələnlər kim idi? 2 atlı, onlar heç münasibət bildirmədilər, Allahın bir sağ olunu da demədilər. İkinci gələn isə şəhərli idi, şəhərli də minnət qoydu. Üçüncü gün biçincilər saz bulağına töküldülər. Artıq üçüncü gün gələn kim idi? Biçincilər. Onlar söyüd kölgəsində nahar eləməyə gəlmişdilər. Birazdan sürvəni yığdılar, əllərini başları altına çarpazlayıb uzandılar. Rəhmət içində olasan ay ağac əkən. Baxın, artıq burada Salman kişi öz gözlədiyini görür. Yəni, o istəyir ki, bir kəlmə ona rəhmət desinlər, bir kəlmə ona sağ ol desinlər, etdiyi işin zəhmətin bəhrəsini desinlər və nəhayət ki, biçincilər bunu edir. Və rəhmət içində olasan ayağa çəkən kişi kök sistemi yaxşı. İndi bura fikir verin uşaqlar. Bu yerə qədər gələn fikirlər hamısı bədii üslubun əlamətində olan cümlələr idi. Bax, rəhmət içində olasan ayağa çəkən kişi. Bu cümlənin ardınca belə bir cümlə işlədir. Kök sistemi yaxşı inkişaf etdiyindən kökü torpağın dərinliyinə gedən ağacların olmağı vacib amillərdən biridir. Belə yerdə deyiblər, heç hənanın yeridir. Orada söhbət nədən gedir? Burada gəlib kök sistemindən, ağacların kökünün dərinliyində olmasından, yəni bir elmi məlumat çıxır qabağımıza. Bayaqdan oxuduğumuz bədii üslubun xüsusiyyətinə uyğun cümlələr idisə, artıq burada bir sual çıxacaq mənə. Çünki bu cümlənin bu mətnə dəxlisi yoxdur. Baxaq indi. Var olsun bunu əkənlər. Gördünüz? Həmin cümləni ortaya salır, dəxlisiz bir cümləni. Davamını amma bayaqçı tempdə gedir. Yəni, bayaqçı qaydada gedir. Deməli, buradan da mənə bir sual çıxacaq. Özüm üçün burada, məsələn, kök sistemi olan cümləni bir işarələyərdim. Salman kişi özünü saxlaya bilmədi. Kölgəliyə tərəf yeridi və dilləndi. Var olsun qədir bilən igidlər. Burada çoxları otub ağac əkəni yamanlayıb gedib. Bilirdim ki, bu kölgəliyin qədrini bilinlər olacaq. İndi sizin rahatlığınızı görəndə, söhbətinizə işləndə bütün ağrılar canımdan çıxdı. Biçincilərdən biri Salman kişinin sözünü kəsdi. Zər qədrini zərgər bilər, əmi biz də zəhmət adamıyıq. Artıq, bax, bu hissədə biz mətnin bir növ ideyasını görürük. Bax, bu atalar sözü ilə ki, artıq Salman əmi öz istədiyini alır. Yəni, onun zəhmətinə, xidmətinə, qarşılığına bir təşəkkür edən çıxır. Və bu da kim olur? Onun özü kimi zəhmət adamı olur. Salman kişi üzünü aşağıya tutub qollarını açdı. Budur, hamısı bağdı, bostandı. Babalar əkiblər, tər töküb becəriblər, xeyrini biz görürük. Bizdə gərək elə əkək ki, bax, bu hissədə biz də gərək becərək ki, bəhrəsindən ancaq özümüz istifadə edək. Baxın, uşaqlar, burada bir məntiqsizlik var. Deyir ki, budur, yəni deyir ki, bizdən qabaqçılar əkiblər, becəriblər, bəhrəsini biz görürük. Məntiqlə bu cümlə necə olmalı idi?
Biz də əkirik ki, bizim də əkdiyimizin bəhrəsini gələcək nəsillər görsün. Bu amma deyir ki, bəhrəsindən ancaq özümüz istifadə edək. Artıq burada mən düşünürəm ki, bax buradan da mənə bir sual gələ bilər. Burada bir məntiqsizlik var. Sonra baxaq, onlar qalxıb gedəndə söyüd ağacı cavan, yaşıl, təmiz yarpaqlı budaqlarını dalğa kimi tərpədir. Bax, burada da bir bənzətmə var. Yeni bədii üslubun əlaməti var. İpək kimi zərif, burada da var. Xışıltılı səslə Salman əminin fikrinə sanki bəli deyirdi. Beləliklə, cümləmizi bu şəkildə oxuyub, hər abzası özümüz üçün təhlil etdikdən sonra keçirik suallarımıza. Bu şəkildə oxuyanda artıq mətni əzbərdən bir öyrənmiş kimi bir şey olur. Baxaq suallara indi. Deyir, mətnə aid hökmlərdən biri doğrudur. İlk yolçular da yaşıllığın əhəmiyyətini anlamışlar. Xeyr, ilk gələn yolçular kim idi? Baxın, burada ilk gələn yolçu 2 dənə atlı idi. Onlar heç Allahın bir kəlmə sözünü də demədilər. Sonra yolçuların çoxu söyüdün kölgəsi az olduğu üçün minnətdarlıq etmirdi. Xeyr, ən son gələn biçincilər Salman kişiyə nə etdilər? Minnətdarlıq etdilər. Oldu. Sonra Salman kişi insanların fikrindən sonra bir də ağac əkməmək qənaətinə gəldi. Xeyr, əksinə deyir, bizdən əvvəl əkirdilər. Baxın, bu hissədə biz bəhrəsini görürük. İndi bizdən sonra da əkərik, bizdən sonrakılar bəhrəsini görər. Deməli, bu bənd də düzgün deyil. Salman kişinin insanlara etdiyi yaxşılıq təmənnalı idi. Xeyr, təmənnalı deyildi. Salman kişi düşünürdü ki, insanlar qarşısında borcunu yerinə yetirib, bəli, bunu düzgün cavab kimi götürə bilərik. O artıq gördüyü işin bəhrəsini görürdü və düşünürdü ki, insanlar qarşısında öz borcunu yerinə yetirib. Mətnə əsasən hansı suala cavab vermək mümkündür? Baxaq. Saz bulağının suyu niyə azalmışdı? Belə bir fikir yox idi mətndə. Yolçular hara gedirdilər? Xeyr, yox idi. Salman kişi yolçulara narazılığı necə bildirdi? Bildirmirdi. Heç əvvəl gələn o 2 atlının görür, heç bir şey demir. O da onlara heç bir şey deməmiş, qayıdır gedir öz dəyəsinə. Şəhərlilərin də danışığına heç bir müdaxilə etmədən qayıdır gedir dəyəsinə. Yəni bu cavab da olmaz. Salman kişi söyüd ağacını hansı məqsədlə əkmişdi? Bəli, artıq buna cavab tapmaq olar. Çünki saz bulağından gəlib su içən yolçuların orada dincəlmək, sərinləmək üçün bir sərin yer yox idi. Və ona görə də orada ağac əkmişdi. Deməli, bizim olacaq cavabımız 2-də D. İndi 3-cü suala baxaq. Mətndə altından xətt çəkilmiş ifadənin kontekstə uyğun şərhini və ona uyğun nümunəni müəyyən edin. Baxaq görək, altından xətt çəkilmiş ifadə hansıdır? Ancaq günün istisindən yayınmağa daş kölgəsi də yox idi. Yəni, burada günün istisindən yayınmaq deyəndə nəyi nəzərdə tutur? Bir növ günün istisindən gizlənmək üçün, qorunmaq üçün. İndi bizdə sualda nə deyir? Sualda bizə deyir ki, mətnin altından xətt çəkilmiş ifadənin kontekstə uyğun şərhini, yəni mətndə işləndiyi mənanı uyğun nümunələrdə tapmalıyıq. Gəlin baxaq. Boyun qaçırmaq. O tez-tez tapşırılan işdən yayınırdı. Yox, burada boyun qaçırmaq mənasında deyildi. Ona görə bunu götürə bilmərik. Gizlənmək. Baxaq indi. Uşaqlar əl-ələ verib parkda gəzəndə mən gözdən yayınırdım. Yox, bağışlayın, gizlənmək biz güllələrdən yayınaraq özümüzü meşəyə saldıq. Bəli, mətndə də gizlənmək mənasında idi. Yəni, günəşdən gizlənmək üçün idi. Burada da deyir ki, biz güllələrdən yayınaraq özümüzü meşəyə saldıq. Deməli, cavab B-ni uyğunluğu var. İndi o bir bətləri də baxaq. Gözdən itmək. Uşaqlar əl-ələ verib parkda gəzəndə mən gözdən yayınırdım. Xeyr, burada gözdən itmək mənasında deyil. Başqa işlə məşğul olmaq, problemləri çox olduğu üçün tez-tez fikri yayınırdıq. Xeyr, hədəfə dəyməmək, o güllədən yayınası deyil. Xeyr, deməli bizdə yayınmaq sözü mətndə də gizlənmək mənasındadır. B bəndində də gizlənmək mənasındadır. İndi gəlin 4-cü tapşırığa baxaq. Burada nə deyir? Mətndə tünd qara hərflə verilmiş cümlə haqqında doğru fikirdir.
Tünd qara hərflə verilmiş cümləmiz hansıdır? Gəlin baxaq. Salman kişi bunu görəndə köksü böyür, könlü açılırdı. Bizdə söhbət bu cümlədən gedir. İndi suallara baxaq. Mətndə tünd qara hərf verilmiş cümlə haqqında doğru fikirdir. Cümlədə termin kimi işlənə biləcək söz var. Burada termin kimi Salman kişi bunu görəndə köksü böyür, könlü açılırdı. Burada termin kimi işlənə bilən bir söz yoxdur. Üslubi baxımdan düzgün işlədilməyən ifadə var. Salman kişi bunu görəndə köksü böyür, könlü açılırdı. Bəli, ikinci cavabı götürə bilərik. Bədii üsluba xas cəhətlər özünü göstərir. Bədii təsvir vasitəsi işlənmişdir. Rəsmi işgüzar üslubun xüsusiyyətləri özünü göstərir. Xeyr, bu əsər bədii üslubda olduğuna görə bu cümlədə də köksü böyümək, könlü açılmaq, bunlar hamısı məcazi mənalı sözlərdir və bədii üsluba əsas uyğun xüsusiyyətlərdir. Deməli, bizdə uyğun cavablar nə oldu? 2 və 3. Sonra, baxaq indi, qarşısında rəqəm qoyulmuş cümlələrdən hansı mətnin ümumi məzmununa uyğun deyil? Fərqində idisə, mən cümlələri oxuyanda burada bir yerdə mətnin üslubuna uyğun olmayan bir cümləyə təsadüf eləmişdim. İndi gəlin o cümləyə çatana qədər hələ ki rəqəm qoyulan birə baxaq. Salman kişi yol ağzında bir söyüd ağacı əkdi. Burada bir uyğunsuzluq yoxdur. İkinci, şəhərlinin sözü Salman əmini bərk tutdu, qayıdıb dəyəsinə gəldi. Bəli, bu bədii üslubdur. Sözün əmini bərk tutması, buradan bir məcaz var. Bu bədii üsluba uyğundur. Sonra gəlirik 3-ə. Bilirdim ki, bu kölgənin qədrini bilənlər olacaq. Burada da bir üslub pozuntusu görmürəm. Sonra indi sizin rahatlığınızı görəndə söhbətinizi eşidəndə bütün ağrılar canımdan çıxır. Deməli, 5-ə baxaq. Biz də gərək əkək, becərək ki, bəhrəsindən ancaq özümüz istifadə edək. Bəli, bu cümləni oxuyanda mən sizə nə demişdim? Demişdim ki, bu cümlədə bir məntiqsizlik var. Fikir verərsiniz, buradan sizə bir sual düşəcək. Əgər bizdən əvvəlkilər əkib becərib ki, biz bəhrəsini görək, deməli, biz də əkib becərməliyik ki, bizdən sonra gələnlər də bunun xeyrini görsün. Bu cümlə bu şəkildə tamamlanmalıydı. Amma burada deyir ki, bəhrəsindən ancaq özümüz istifadə edək. Deməli, test 5-də cavabımız nə olacaq? B bəndi. 6. Obrazlardan birinin nitqindəki bir cümləni mətn üçün əsas fikir hesab etmək olar və həmin cümləni müəyyən edib yazın. Burada diqqətinizi keçdisə, mən demişdim ki, zər qədrini zərgər bilər. Bu mətnin ideyası ola bilər. Bax, elə biz bu fikirdə burada götürəsiyik açıq sual olaraq. Bu sualın da cavabı bu idi. Bəzi insanlar, indi növbəti testə baxaq. Bəzi insanlar özünə edilmiş yaxşılıq əvəzində minnətdarlıq etməkdənsə, bu yaxşılığın az olduğunu, daha çoxunu edilə biləcəyini iddia edirlər fikrini mətndə aid olduğu epizod ifadə edərək yazın. Bəli, bu hansı fikir idi? Baxın, ikinci gələn şəhərlinin dediyi fikir məhz bu fikri təsdiqləyir ki, o orada əkilən ağaca əkənə bir rəhmət diləməkdənsə, hələ bir minnət qoyaraq qayıdır deyir ki, deyirəm zəhmət çəkib ağac əkirsən, heç olmasa meyvə ağacı əkəsən. Bax, bu məqam, bu epizod deməli, bu 7-ci sualın cavabı idi. Mətnin əsas hissəsində mətnin üslubuna uyğun olmayan cümləni və onun aid olduğu üslubu müəyyən edir. Bəli, biz əvvəldən nə dedik? Dedik ki, mətnimiz bədii üslubdadır. Bədii üslubda da nələr olur? Məcazlıq olur, obrazlıq olur və burada bax, mən oxuyanda sizə demişdim ki, rəhmət içində olasan ay ağac əkən, ortada kök sistemi yaxşı inkişaf etdiyindən artıq bir elmi üslubun əlaməti olan cümlə var. Bax, bunu qeyd eləmişdim. Deməli, bu sualın da cavabı budur. Kök sistemi ilə bağlı olan o cümlə mətnin üslubuna aid deyil. O nədir? Elmi üsluba aiddir. İndi gəlin baxaq 9-cu suala. Əsas mətnin və çərçivədə verilmiş əlavə mətnin üslubu xüsusiyyətlərini müqayisə edərək cədvəli tamamlayın. Deməli, bizim əsas mətnimiz nə idi?
bədii üslubda idi. Çünki biz orada çoxlu sayda məcazi mənalı sözlərə rast gəldik, obrazlılıq var idi. Bədii üslubun da əsas xüsusiyyətlərindən biri bu idi. İndi gəlin bu verdikləri mətnə baxaq. Söyüd kimlər fəsiləsinə aid bitki cinsidir. İri ölçülü ağaclar və ya xırda çollardır. Yarpaqları uzunsov olur. Yarpaqları lansетvari-dir. Damarlarını lələkvari-dir. Saplağı qısadır. Nektarlı bitkilərdəndir. Söyüd cinsinin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25, Azərbaycanda isə 15 növü bitir. Və fikir verirsinizsə bu cümlədə artıq axıra qədər tam oxumuram. Burada fikir verdiniz ki, ancaq bizə nədən danışdı? Terminlərdən danışdı. Söyüd kimlər? Sonra burada var rəqəmlər 600-dən artıq, 25, 15. Bunlar bizə nəyi göstərir? Deməli, bu mətn elmi üslubudur. Biz elmi üslubun əsas əlamətlərinə nə demişdik? Məntiqili, ardıcıllıq, rəqəmlər, şərhlər, cədvəllər, diaqramlar. Fikir verdiniz, bu mətndə bunların hamısına rast gəldik. Deməli, bu mətnimizdə hansı üslubdadır? Elmi üslubda. İndi gəlin testə baxaq. Əsas mətnin üslubu xüsusiyyətləri. Əsas mətnimiz bədii üslub olduğuna görə bədii üslubun üslubu xüsusiyyətlərinə nə yazacağıq? Obrazlıq, məcazilik və s. Mətndən götürülmüş nümunə və söz ilə bunu təsdiqləmək. Mətndə orada yadınızdadırsa, belə bir hissə var idi. Məsələn, elə birinci abzasda bax, günorta yerindən qalxmış, günəş düz başına döyür, tunç kimi qırmızı alnı işıldayırdı. Burada gördünüz bir bənzətmə var. Bu bədii üsluba aid bir nümunə kimi yaza bilərsiniz. Sonra sonuncu abzasda fikir verin. Onlar qalxıb gedəndə söyüd ağacı cavan, yaşıl, təmiz yarpaqlı budaqlarını dalğa kimi tərbədir, ipək kimi zərif, xışıltılı səslə Salman əminin fikrinə sanki bəli deyirdi. Yəni, bu mətndən çoxlu sayda bədii üsluba aid nümunələr keçmək olar. Əlavə mətnin üslubu xüsusiyyəti nədir? Elmi üslubdur. Elmi üslubda deyirik ki, məntiqilik var, ardıcıllıq var, şərhlər var, rəqəmlər var, diaqramlar və s. Əlavə mətndən götürülmüş nümunə. Burada məsələn termin kimi söyüd kimlər fəsiləsini deyə bilərsiniz. Sonra bax, rəqəmlərdən istifadə olub onları qeyd edə bilərsiniz. Baxaq indi ona. Qarşısında kvadrat işarəsi qoyulmuş cümləni məcazi mənalı söz və ifadələrlə zənginləşdirib yenidən yazın. Baxaq görək qarşısında işarə qoyulmuş cümlə hansıdır? Yolçular yay günlərində bulaqdan su içməmiş ötməzdilər. İndi deyir, bu cümləni biraz da bədiliyini artırın və məzmununu dəyişmədən yazın. Biz buna necə deyə bilərik? Məsələn, deyə bilərik ki, yolçular od kimi qızmar yay günündən bulaqdan su içməmiş ötməzdilər. Və yaxud deyək ki, adamın qora kimi bişdiyi bir vaxtda yolçular bu bulaqdan su içməmiş ötməzdilər. Bu şəkildə də bu sualın cavablandıra bilərik. Hələlik bu qədər uşaqlar. İnşallah sizin üçün yararlı olar.